İslamın böyük məzhəblərindən biri olan Şafi məzhəbinə görə qadın kişinin, kişi də qadının cinsi orqanının öpməsinin icazəli olduğunu bilirdinizmi? Bəli, belə bir şey var. Bunun icazəlidir. Hansı şərtlər və kimlər arasında ola bilər? İndi videonu sona qədər izləyin, mən bunu sizə oxuyacağım. Sual burada başlayır. Esselamu aleykum. Arvad əri ilə oral seks edə bilərmi? Şafi məktəbinə verilən sualdır. Oral seks, yəni arvad ərinin cinsi orqanını öpə bilərmi? Cavab: və aleykumussalam. Cavabı oxuyuruq. Ər-arvad münasibətləri ilə bağlı ümumi qayda budur ki, bütün növ zövq və məmnuniyyətə icazə verilir. Nədir? Bütün növ zövq və məmnuniyyətə icazə verilir. Bu qaydanın yeganə istisnası Quran və sünnədə qadağan olunmuş iki əməldir. Anal seks və menstruasiya zamanı cinsi əlaqə. Yəni arxadan cinsi əlaqədə olmaq qadağandır. Bir də qadın heyz vaxtı olması, yəni heyzli qadınla cinsi əlaqədə olmaq qadağandır. Bundan iki şeydən başqa hər şey etmək icazəlidir. Bu ümumi qaydaya əsasən bir çox alim oral sekslə kişiyə, qadına və əksinə məşğul olmağa icazə vermişdir. Əl-Malibari Fəth Əl-Muin əsərində demişdir: anusdan kənara çıxmaqla ərin hər cür zövq alması, hətta klitorunu əmməsi belə icazəlidir. Klitorunu burada, yəni qadının cinsi orqanını əmməsi icazəlidir. Yəni ər öz arvadının cinsi orqanını əmə bilər. Əl-Dimyati bu mətndə verdiyi şərhdə demişdir. Yəni hətta klitorunu əmməklə ondan zövq alsa belə icazəlidir. Yəni bu açıqlama verir, deyir ər arvadının cinsi orqanını əmsə, yəni zövq almağı icazəlidir. Bununla belə riayət edilməli olan bir sıra müşahidələr var. Bunlar müşahidələr, yəni hansı hallarda icazə verilmir, indi onları oxuyaq. 1. Ər və ya arvad özlərini rahat hiss etmədikləri bir şeyə məcbur edilməməlidirlər. Yəni razılıq olmalıdır. Qarşılıqlı razılıq əsasında bu olunur. Qadağası yoxdur. Amma iki tərəfdən biri istəməzsə təbii ki olmaz. 2. Əgər bu əməlin tibbi cəhətdən zərərli olduğu sübut olunarsa haram sayılacaq. Yəni tibbi cəhətdən hər hansısa bir kişidə və yaxud da qadında problem varsa, xəstəlik varsa, yoluxucu bir virus varsa, o zaman bu haramdır, icazə verilmir. 3. Nəcasəti udmaqdan çəkinmək lazımdır. Çünki bu da icazəsizdir. Yəni arvad ərinin cinsi orqanını öpdüyü zaman ər arvadının ağzına boşalarsa, deyir onu udmaq olmaz. Yəni udmasın. 4. Bir xalqın mədəniyyəti və ya adəti də nəzərə alınmalıdır. Ola bilsin ki, bu əməlin müəyyən adətlərdə çirkli hesab olunur və buna hörmət edilməlidir. Və ola bilər ki, hansısa bir xalqda, hansısa bir toplumda, hansısa bir cəmiyyətdə buna yaxşı baxmırlar, deyir buna hörmətlə yanaşmaq lazımdır. Yəni onlara məcbur eləmək olmaz ki, niyə görə siz buna pis baxırsınız. Və ən doğrusunu Allah bilir. Bu burada yekunlaşır və mən videonu burada yekunlaşdırıram. Şafi məzhəbinin digər aliminin də belə bir açıqlaması var. Onu da növbəti videomda paylaşacağım. Yəni hörmətli Şafi məzhəbinə özü nisbət eləyən müsəlmanlar, sizin alimlərin açıqlamalarına görə kişi qadının cinsi orqanını əmə bilər, qadın da kişinin cinsi orqanını öpə bilər. Hətta kişi qadının da ağzına üzr istəyirəm, boşala bilər, amma udmamaq şərti ilə. Bunu mən demirəm, burada gəlib mənə agresiya, söyüş, təhqir yazmayın. Bunu sizin alimlər deyir və bunu hansı alimlər deyir, mən onun mənbəsini də oxuyum sizə. Və təbii ki, videonun ekranda da mənbəni qeyd eləyəcəm və videonun aşağısında da bunu qeyd eləyəcəm. Deməli, Şafi məzhəbində Şeyx Əbdürrəhman xan, Şafi fiqhi, Şafi məzhəbində bunu caiz hesab edir və klassik Şafi alimləri Zeynəddin Əl-Məlibarinin, Fəth Əl-Muin, Əbu Bəkir Əd-Dimyatinin isə İyanət Əd-Talibin əsərində istinad edir. Bu mənbələrdə ər-arvadın bu cür yaxınlığının caizliyinə açıq ifadə var. Yəni bu məzhəbin alimləri bunu icazəli hesab edir. Təbii ki, qadınla arxa hissədən cinsi əlaqədə olmamaq şərti ilə, bir də qadın heyzli olarsa cinsi əlaqədə olmamaq şərti ilə, yəni heç bir problem yoxdur. Məzhəb alimləri deyir ki, başını sal aşağı, işini gör, evin üstü yarımçıq qalıb. Sona qədər izlədiyiniz üçün təşəkkür edirəm. Bəyəni paylaşmağı, abunə olmağı unutmayın.